Orta xətti 8 sm olan trapesiyanın daxilini çevrə çəkilmişdir. Deməli, trapesiyamızı çəkək ilk öncə. Və biz bilirik ki, orta xətt nədir? Oturacaqların cəminin yarısına bərabərdir trapesiyada orta xətt. Və bunun daxilinə çevrə çəkilmişdir deyir. Daxilinə çevrə çəkilmişdir. Oturacaqları A, burada B qoyaq. Bu orta xətt olsun. Bura 8 sm-dir. A üstəgəl B bölünsün 2 bərabərdir 8. A üstəgəl B bərabərdir 16. Və daxili çevrə çəkilib. İxtiyari dördbucaqlının, yəni istənilən dördbucaq, trapesiya, parallelogram fərqi yoxdur. Daxili çevrə çəkmək üçün qarşı tərəflərin cəmi bir-birinə bərabər olmalıdır. Bura mən C qoyuram, burada bir D qoyuram. Deməli, A ilə B-nin cəmi A üstəgəl B bərabərdir C üstəgəl D olmalıdır ki, bunun daxilinə çevrə çəkə bilək. Bundan da bilirik ki, A üstəgəl B 16-dırsa, C üstəgəl D də 16 olmalıdır. Deməli, perimetr nədir? Bütün tərəflərin cəmi A üstəgəl B üstəgəl C üstəgəl D bərabərdir. Bu da 16-dır. Bunların cəmi C üstəgəl D də 16-dır. Deməli, 16 üstəgəl 16 bərabərdir 32. Cavab 32.